Salam dəyərli 5-cilər. Bu gün sizlərlə paralel və perpendikulyar düz xətlərin çəkilməsi mövzusunu və ona aid olan çalışmaları izah edəcəm. Bu tip videoların davamı üçün də kanalıma abunə ola bilərsiniz. Başlayırıq araşdırma və müzakirə hissəsindən. Deməli, düzbucaq çəkmək üçün cünya adlanan alətdən istifadə olunur. Çox zaman katitlərin birində xətkeş olan düzbucaqlı üçbucaqdan cünya kimi istifadə etmək olar. Cünyadan istifadə etməklə AB düz xəttinə onun üzərində yerləşən C nöqtəsindən uzunluğu 3 cm olan perpendikulyar parçanı necə çəkmək olar? Bu bizim AB-mizdir, bu da C. Baxın, burada şərtlər götürmüşəm AB və bu da C nöqtəmiz olsun. Bu bizim cünyəmizdir. Hansı fərqi yoxdur, hər iki tərəfini qoya bilərsiniz. Məsələn, buradan yerləşdirdimsə mən bunu, buradan bir düz xət çəkirəm. Baxın, bir deyirəm, bura yerləşməlidir. Deməli, buradan belə qaldırırıq bu xəttdən. Bura gedər. Deməli, 3 cm olan deyirdisə, xətkeşin, indi burada cünyədə xətkeş yoxdur, amma normal cünyələrdə xətkeş olur. Məsələn, buradan qoyuram və buradan 3 cm. Baxın, bura. Deməli, bu da bizim cünya vasitəsilə xətt üzərindən qaldırdığımız düz xəttimiz olur. Sonra, belə qaydaq kitaba. Deməli, öyrənmə hissəsinə baxıram. Verilmiş düz xəttə perpendikulyar düz xəttin çəkilməsi. Düz xəttlərin perpendikulyar olması bu işarə vasitəsilə qeyd olunur. Məsələn, AB və MN düz xəttlərinin perpendikulyar olduğunu belə yazmaq olar. AB MN-ə perpendikulyardır. Cünyədən istifadə etməklə CD düz xətti üzərində olmayan K nöqtəsinə bu düz xəttə perpendikulyar düz xətt çəkmək olar. Bunun üçün cünyənin katitlərindən biri CD düz xətti boyunca, digəri isə K nöqtəsindən üzərinə qoyulur. Məsələn, bu cünya bura qoyulur belə. Və KF düz xətti CD düz xəttinə perpendikulyar olur bu formada. Qeyd olunur. Deməli, verilən nöqtədən düz xəttə perpendikulyar çəkilmiş parçanın uzunluğu həmin nöqtədən düz xəttə olan məsafə, parçanın özü isə perpendikulyardır. Bu əslində çox önəmlidir. Perpendikulyar olarsa, yəni bu nöqtədən bu düz xəttə qədər məsafə hesablanır. Məsələn, bunlar məsafə deyil. Bunlar, məsələn, neçə tutaq ki, 4 cm-dir. Bu məsafə sayılmır. Məsafə ancaq perpendikulyar olmalıdır demək istəyir. Bu məsafə H verilən nöqtə ilə düz xəttin ixtiyar nöqtəsi arasındakı məsafədən kiçikdir. Baxın, məsələn, nə qədər biz buradan xətlər çəksək, bu xət, bu H digərlərindən kiçik olacaq. Ən yaxın məsafə olur yəni. Düz xətt üzərində verilmiş nöqtədən bu düz xəttə perpendikulyarı transporter və xətkeşin köməyi ilə necə çəkmək olar? Deməli, şərtlər perpendikulyarları transporter vasitəsilə baxın, burada bilmirəm, varmı o alət, transporter qeyd olunmayıb. Olsaydı necə göstərmək olardı? Elə bil şərtlər, düşünün, bu transporterdir, belə. Buradan bucaqlar gəlir də, yəni bura 90 dərəcədir axı. Buradan məsələn qeyd edirsiniz, birində nöqtənin buradan. Sonra xətkeşi bura qoyanda artıq xətkeşin bu hissəsi də var da, avtomatik düzbucaq yaradır. Bu formada düzbucaq çəkə bilərsiniz. Sonra baxıram çalışma hissəsinə. Şərtə uyğun perpendikulyar parça çəkin. AB düz xətt üzərində yerləşən O nöqtəsindən bu düz xəttə uzunluğu 9 cm olan O perpendikulyarını qaldırın. Buna baxın, şərtlər əvvəl AB-dir, cünyəni yerləşdiriblər, sonra isə 9 cm buradan seçiblər. Birinci çalışmaya baxırıq. Uzunluğu 7 cm olan AB parçasına üzərindəki O nöqtəsindən perpendikulyar çəkin. AB parçamızın özü deməli 7 cm-dir. Deməli, bu bizim AB parçamızdır. Buradan 7 cm olmağına diqqət eləyək. Baxın, bu da oldu 7 cm, görürsünüzsə. Deməli, bu olsun, baxın, burada olan olsun O nöqtəsi. Bu da doğrusu 7 cm-dir. Bunu qısaldıq, qalmasın. Olsun 7 cm. Buradan bura 7 cm-dir. Bu da olsun bizim O nöqtəmizdir. Bu O nöqtəmizdən perpendikulyar cünyənin köməyi ilə necə qaldırmaq olar? Baxın, əvvəl bura yerləşdiririk. Buradan da belə bir perpendikulyar qaldıra bilərik. Bu da oldu bizim perpendikulyarımız.
Sonra uzunluğu 5 sm olan MN parçasına onun üzərində olmayan B nöqtəsindən perpendikulyar çəkin. Deməli, parçamızın uzunluğu 5 sm-dir MN. İndi şərhçilər nə edirik? Görürük ki, bu xətt mailidir də. Onda belə götürürük xəttimizi. Baxın, belə. Bu MN-dir və bunun uzunluğu 5 sm olmalıdır. Buradan bura 5 sm. Baxın, burada dayanır. Bu qədər. Yəni, bu hissəni silirəm mən. İndi burada silmək mümkündürsə silim. Ümumi silindi. Hər neysə, artıq siz görürsünüz ki, buradan bura ölçdüm 5 sm. Və mən bura bir nöqtə qoyuram. Bu da B. Bu B-dən cüniyə vasitəsilə necə qaldı qoyacağım. Baxın, görürsünüz bu formada. Cüniyəni birləşdirdim. Sonra isə buradan bir xətt çəkirəm. Bu formada cavab alınır. Nəticə alınır daha doğrusu. Sonuncuya baxıram. C variantı. E nöqtəsindən CD parçasına perpendikulyar çəkin və uzunluğu ölçün. Şərhçilər sizin özünüz dəftərinizdə bu formada. Məsələn, bu bizim olsun CD-miz. O da belə verilir. Baxın, bu bizim CD parçamızdır. Bu da Y-dir. Cüniyə vasitəsilə artıq bilirsiniz ki, cüniyənin bu hissə belə qalacaq. Baxın, bu biz cüniyədirsə tutaq ki. Bu hissəni özünüz ölçürsünüz. Xətkeşlənmir, cüniyəni da özünüz bilərsiniz. Belə. Yəni, indi siz çəkəndə müxtəlif olacaq deyə mən konkret deyə bilmirəm də. Necə santimetr alınacaqsınız? Çalışın, tam ədəd alın. 5, 6, 7. Yəni, 5,3 də ala bilərsiniz tutaq ki. Amma tam alsa sizə rahat olacaq. İkinciyə baxırıq. S nöqtəsindən PT düz xətti ilə kəsişən iki müxtəlif düz xətt çəkilmişdir. Bu düz xəttlərin hər ikisi PT düz xəttinə perpendikulyar ola bilərmi? Fikrinizi izah edin. Baxın, bir PT düz xətti götürürəm. İkinci çalışmada. Bu mənim PT düz xəttimdir. Biraz əyri oldu. Siz düz eləyin. PT düz xəttidir və deyir ki, S nöqtəsindən. Bu da mənim S nöqtəmdir. 2 dənə düz xətt çəkdim. Biri belə, biri belə. Şərhçilər bir nöqtədən düz xəttdə yalnız və yalnız bir perpendikulyar düz xətt çəkmək olar. Yəni, bu perpendikulyar olmayacaq. Sadəcə bu xəttimiz bizim perpendikulyar olacaq. Məsələn, burada O yazsam, yazıram SO perpendikulyardır PT-yə. Bu formada. Birdən artıq ola bilməz. Öyrənmə hissəsinə baxırıq. Verilən düz xəttdə paralel düz xəttin çəkilməsi. Düz xəttlərin paralel olması bu işarə vasitəsilə müəyyən edilir. Məsələn, AD və KL xəttlərinin paralel olduğunu belə yazmaq olar. AD, KL. Verilmiş D nöqtəsindən hər hansı AB düz xəttindən paralel düz xətti cüniyə və xəttkeşdən istifadə etməklə çəkmək olar. Bunun üçün əvvəlcə cüniyənin bir kateti AB düz xətt üzərinə qoyulur. Cüniyənin digər kateti boyunca xəttkeş qoyulur və cüniyə D nöqtəsinə doğru sürüşdürülür. Xəttkeşin üzərindədir. Baxın, cüniyə buradan bura gəldi. Və cüniyənin uyğun tərəfi D nöqtəsinə çatdıqda həmin tərəf boyunca düz xətt çəkilir. Məsələn, bu CF, AB. Baxın, əvvəl AB idi, sürüşdürüldü, oldu CF. Yəni, bir-birinə paralel düz xəttlər alındı. Paralel düz xəttlərdən birinin üzərindəki hər hansı nöqtədən digər düz xəttə çəkilmiş perpendikulyarların uzunluğu bu düz xəttlər arasındakı məsafə adlanır. Paralel düz xəttlər arasında məsafə dəyişmir. Üçüncü çalışmaya baxırıq indi. Şərtə uyğun paralel düz xəttləri çəkin. O nöqtəsindən AB düz xəttinə qədər məsafə 2 cm-dir. O nöqtəsindən AB düz xəttinə paralel düz xətt çəkin. Deməli, şərhçilər bir o AB düz xətti götürürəm. Elə burada çəkək, ən yaxşısı. Bu bizim AB düz xəttimiz olsun. Və bu da O nöqtəmiz olsun. O nöqtəsi. 2 cm-dir deyir. Ona görə ölçmə işləri də aparaq. Buradan bura 2 cm olsun. O nöqtəni ləğv eləyirik şərhçilər. Çünki 2 cm buradır. Aha.
Deməli, bu AB düz xətt dedik, qeyd eləyəcəksiniz. Burada O nöqtəsidir. Və bu O nöqtəsindən AB-yə deyir paralel düz xətt çəkin. Deməli, şərhçilər bir dənə 2 sm çəkdiksə, dünya vasitəsilə və yaxud da xəttkeş vasitəsilə biz başqa bir yerdən də 2 sm məsafədə çəkirik ki, baxın belə qeyd eləyirəm. Çünki paralel düz xəttlər arasındakı məsafə dəyişmir. 2 sm-dirsə, orada 2 sm olacaq. Və bundan sonra rahatlıqla bir dəqiqə rahat bir şəkildə buradan qeyd eləyirəm. Paralel düz xətt çəkə bilərəm mən. Bu 2,1 sm oldu. Bunu azaldıq. Bu da 2 sm olaraq qalır. Aha. Şərhçilər, məndə müəyyən qüsurlar ola bilər. Ona görə siz dəftərinizdən maksimum səliqəli eləyin. Sonra MN düz xəttinə aralarında 1 sm məsafə olmaqla 5 sm uzunluqda paralel KL parçasını çəkin. Baxın, bu bizim neçənci çalışma idi? Deməli, 3-cü çalışmanın B variantı. Əvvəl bir MN parçası götürürük. MN. Aralarındakı məsafə 1 sm olmaqla 5 sm uzunluqda KL. Baxın, buradan bura birlikdə 1 sm-dir. Buradan bura 1 sm-dir. Buradan bura 1 sm-dir. Uzunluğu 5 sm olan KL soruşur. Bura, baxın bu nöqtə K, burada L. Buradan ölçmə işləri aparsaq, 2,1 sm olduğundan bura ilə 5 sm olacaq. Bura 5 sm, bura 1 sm, burada 1 sm, burada 1 sm. Xəttin birini çəkməsəz də olar. Növbəti 4-cü sual. AB parçasının uzunluğu 5 sm-dir. A və B nöqtələrindən AB parçasına perpendikulyar düz xəttlər çəkin. Bu düz xəttlər paraleldirmi? Onlar arasındakı məsafə nə qədərdir? Deməli, AB parçası götürürük. 4. Deməli, uzunluğu 5 sm. Deməli, bu oldu AB parçası. AB parçasından deməli müəyyən bunu aşağıdan çəksəm daha yaxşı olar. Aha, tutaq ki, buranın uzunluğu 5 sm-dir. Sonra AB parçasına perpendikulyar düz xətt. Buradan baxın, bura bir perpendikulyar düz xətt çəkirəm A-ya. Buradan da B-yə. Bu bizim ixtiyari bir düz xəttimiz olsun. Perpendikulyar A xətti. Və deyir ki, indi bu düz xəttlər, məsələn, bu B düz xəttidirsə, bu C düz xəttidirsə, bunlar paraleldirmi? Bunlar bəli paraleldir. Niyə? Onlar arasındakı məsafə nə qədərdir? Baxın, bunlar arasındakı məsafə 5 sm-dir. 5 sm. Yəni, ölçsək yenə 5 sm. Deməli, biz yazırıq B və C düz xəttləri bir-birinə paraleldir. Sonra 5-ci şərtlərə əsasən müstəvi üzərində AB, SP və PT düz xəttləri çəkin. SP düz xətti PT düz xəttinə perpendikulyardır. Deməli, AB düz xətti SP düz xətti ilə kəsişmir, lakin PT düz xətti ilə kəsişir. İndi SP ilə PT-ni biz perpendikulyar eləyirik. Bu bizim olsun SP-miz. SP. SP ilə PT. Bu da olsun T. Bunlar bir-birinə perpendikulyardır. Yazırıq SP perpendikulyardır PT. Sonra
deyir ki, AB düz xətti SP düz xətti ilə kəsişmir, lakin PT düz xətti ilə kəsişir. Bu da olsun AB. Şagirdlər, çalışın bunu paralel çəkin. Çünki məsələn tutaq ki, belə bir düz xətt çəksəz, kəsişməsə də, baxın, belə bir düz xətt yəni düz xəttlər sonsuzdur deyə, bunlar bir yerdə gəlib kəsişəcək. Ona görə də çalışın paralel çəkin və qeyd eləyin ki, AT ilə bunu silək. AT ilə SP bir-birinə paraleldir. AT ilə deməli TP ya da PT bir-birinə perpendikulyardır. Növbəti suala baxırıq. 6-cı sual. Deməli, perpendikulyar və paralel işarələrindən istifadə etməklə verilən fiqurlarda paralel və perpendikulyar parçalar yazın. Baxın şagirdlər, burada SA gördük ki, bir dəqiqə. SA görürük ki, AB-yə perpendikulyardır. AB. Birinci getdi. İkinciyə baxırıq. Baxın, BC ilə AD görürsünüz ki, paraleldir. Yazıram. BC paraleldir AD-yə. İndi iki dənə perpendikulyarlıq var. Bir, BC perpendikulyardır. Baxın burada. CD-yə. İkinci bu hissəyə baxırıq. CD perpendikulyardır AD-yə. Növbəti. Baxın, əvvəl bu hissəyə baxırıq. KL perpendikulyardır. Baxın, bu KL perpendikulyardır KN-ə. Sonra bu hissəyə baxırıq. KN perpendikulyardır NM-ə. Çünki bu ola bilər gəlir. Sonra bu hissəyə baxırıq. Buradakı perpendikulyarlığa. NM perpendikulyardır LM-ə. Sonra burada baxırıq. LK perpendikulyardır LM-ə. İndi şagirdlər, burada iki dənə paralellik var. Baxın. KN-lə LM, KN paraleldir LM-ə. Sonra burada KL-lə də NM paraleldir. Yazırıq. KL paraleldir deməli NM-ə. İndi burada düz 3 dənə perpendikulyarlıq var. Növbəti sualda. Baxın, əvvəl bu hissəyə baxırıq. Burada hansı düz xəttlər kəsişir? P, R-lə PS. Birinci. İkinci. Buradan PS-lə SQ. Üçüncü. SQ ilə RQ. Sonra bu hissəyə baxanda deməli PR-lə RQ. Bunlar. Sonra buradan da bu xətlərə baxırıq, diaqonallara. PQ ilə SR. Bunlar oldu deməli perpendikulyar. İndi iki paralellik var. PS ilə deməli RQ. Bunlar paraleldir. Sonra baxın, bu xətlərlə də bu xətlər, yəni P, R-lə də paraleldir SQ. Növbəti suala baxırıq. Baxın, burada paralellik yoxdur. Sadəcə bir dənə perpendikulyarlıq var. Yəni K, T ilə J, Y. Bunlar deməli perpendikulyardır. Bununla belə biz belə də baxarıq, bilərik. Məsələn, əvvəl bu hissənin perpendikulyarlığına tutaq ki, onda yazırıq KX ilə perpendikulyardır JX. Burada məsələn bu perpendikulyarlığa baxırıq. KX ilə perpendikulyardır XY.
Sonra məsələn bu hissənin perpendikulyarına baxırıq. X, Y ilə perpendikulyardır. X, T. Sonra məsələn bu hissənin perpendikulyarlığına baxanda X, T ilə perpendikulyardır. Jx. Bu qədər. 7-ci suala baxaq. Deməli, K nöqtəsindən MN düz xəttinə çəkilmiş KP perpendikulyarı və KL parçasının uzunluqları cəmi 9 cm-dir. KL parçası KP perpendikulyarından 1 cm uzundur. Yəni, bütün məsələnin sirri burada gizlənib uşaqlar. K nöqtəsindən MN düz xəttinə qədər məsafə nə qədərdir? Əvvəla baxırıq KL parçası ilə KP arasındakı əlaqəyə. KL KP perpendikulyarından 1 cm uzundur. Baxın, buradan uzundur. Biz bura x versək, buradan 1 cm uzundur. Yəni, 1 üstə gəlsin x. Və sonra deyir ki, KP-nin cəmi ilə KL-in cəmi 9 cm-dir. KP-nin yerinə yazıram x. KL-in də yerinə yazıram x üstə gəlsin 1. Və cəmləyirəm 9 edir. Mötərizəni açanda edir 2x üstə gəlsin 1 bərabərdir 9. Hər tərəfindən mən 1 çıxanda 2x bərabərdir. Buradan 1 çıxıram, ixtisar gedir. 9-dan 1 çıxanda edir. Ya da elə yazıram 9 çıxılsın 1. O da 2x bərabərdir 8. Hər tərəfini 2-yə böləndə x bərabərdir 8 bölünsün 2. X də bərabərdir 4. Yoxlamaq üçün də yerinə qoya bilərsiniz. 4 üstə gəlsin, 4 üstə gəlsin 1. Yəni 4 üstə gəlsin 5 bərabərdir 9 eləyəcək. K nöqtəsindən indi deyir, MN düz xəttinə qədər məsafə nə qədərdir? Şagirdlər, burada diqqət edəcəyimiz məqam nədir? Məsafə soruşur. Baxın, məsafə. Məsafə olanda perpendikulyar hissəni götürürdük. Baxın, buranı götürəcək sadəcə. KP. Buradan KL-i götürməyəcək. Onda biz yazırıq KP bərabərdir 4 cm. Sözlə yazırıq ki, K nöqtəsindən MN düz xəttinə qədər məsafə 4 cm-dir. Növbəti 2 səhifəni növbəti videomda izah edəcəm inşallah. Bura qədər izlədiksə kanalıma abunə olaraq daha geniş auditoriya kütləsindən çatmama vəsilə ola bilərsiniz. Sağ olun, salamat qalın.